Rusiyanın Podsovet məkanındakı bütün qonşularına qarşı yürütdüyü aqressiv siyasət. 2008-ci ilin avqustunda Gürcüstana, 2014-cü ildən başlayan və bugünədək davam edən Ukraynaya qarşı təcavüzü müasir dünyanın cəngəllik qanunları ilə yaşadığını açıq şəkildə göstərir. Today Press TV xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz Facebook hesabında yazıb. Analitik düşünür ki, bütün bunları nəzərə aldıqda Azərbaycanda güclü Türkiyə hərbi bazasının yaradılması ilə bağlı siyasi qərar verilməlidir. Stat: Kremlin göstərişi ilə başlanan anti-Azərbaycan isteriyası və buna bənzər hücumun qonşu İranda da müşahidə olunması onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsini real müstəviyə keçirmək üçün ölkə ərazisində güclü Türkiyə hərbi bazasının yaradılması ilə bağlı siyasi qərar verməyin vaxtı çatıb. Əminəm ki, belə bir qərar həm Moskvada, həm də Tehranda Azərbaycanın düşmənlərini dərhal reallığa qaytaracaq. Bununla yanaşı, Azərbaycan ərazisində Pakistanın hərbi hava bazasının yaradılması məsələsinin də nəzərdən keçirilməsi faydalı olardı. Statın sonu. Politoloq sonda böyük Çin mütəfəkkiri, filosof Sun Tzu'nun döyüşmədən düşməni məğlub etmək döyüş sənətinin zirvəsidir sözlərini xatırladıb. Qiymət Mahir, Türkan İskəndərli, Today Press TV.